Salam değerli izleyicilerimiz. Bugün size Ceyranbatan Gölü ile üzbəyüz. Gördüğümüz bu hissə Ceyranbatan Gölü ve aradan da görsənir. Hündür bir ərazidə 17 sotun içində bağlı, bağçalı. Bu üstü bağlı gördüğünüz hem saunadır, hem baseynidir. Çok güzel bir şəraiti var. Ürəyin istəyən bir həqiqətən bağ ev üçün normal da bir qiymətə satışa çıxıb. Mən deyərdim ki, həqiqətən ideal bir qiymətə çıxıb. Bax görürsünüz, meyvə ağaçları maşallah hamısı bar verir. Sadəcə evdə uzun müddət yaşamadıqlarına görə bəzi ağaçların görürsünüz susundan biraz zəif qalıbdır. O cümlədən də evimizin arxasıdır, yanıdır. Heç bir kimsənin pəncərəsi həyətimizə baxmır. Gördüyünüz kimi bax, sağı solu tam açıq, gözəl. Onunla belə baseyn üstünü bağlayıbdır. Çox geniş bir baseyni var. İnşallah aşağı düşəndə hamı təqdim edəcəm. Videonu sonuna qədər izləyib kanala abunə olmağı unutmayın və videomuzu bəyənin. Keçək 17 sotun içində 240 kvadrat 5 otaq deyərdim belə bir evdir. Bax bu birinci yataq otağımızın 2 balkonu var. Bu balkonumuz evimizin bağına baxır. O birisi də bağına baxır. Sadəcə bax, o birisi qabaq tərəfdən baxır. Bax evimizin arxa tərəfini gördüyünüz kimi geniş, yəni bax yol tərəfdir. İstəsəniz buradan yolda götürə bilərsiniz. Çok güzel, zövqlü bir ev tikilibdir. Bu aşağıda mətbəxdə olan aşağı mətbəxdir. Mətbəximin üstü də budur. Qoşa kubik, monolit beton, sırf özünə tikilmiş bir evdə. 15 il bundan qabaq özünə tikilib, bu da yol hissəmizdir yenə. 15 il bundan öncə tikilib. Bugünkü gündə divar kağızları ola bilər ki, bəzi yerlərdən istəyəsiz baxanda da divar kağızları tərpənibdir, yaşayış olmaq üçün bir təbii haldır. Yəni onu dəyişə bilərsiniz. Bax, hər tərəf açıqdır. Pəncərələrin bütün hamısının qarşısı açıqdır. Heç bir qonşunun həyətimizə baxmır, bax görürsünüz. Heç bir qonşu həyətimizə baxmır. Divar kağızları bax yuxarı mərtəbədə bu vəziyyətdədir. Pilləkən hissəsini başında gördüyünüz kimi divar kağızları bəzi yerdən qopub. Bu da krişə çıxışdı. Çox möhtəşəm bir evdir. Bu yuxarı mərtəbədə hamamın vannası belə geniş. Bu hissəsi də geniş bir dənə belə terası var. Dediyim kimi həyətimizdə rahatlıqla 7, 8, 10 dənə maşın sığdıra bilərsiniz. 2 dənə maşınlıq qaraj duranı, qabağını barı toz torpaq girməsin. Yəni yayda oturmaq üçün qəşəng bir məkandır. Bax, üzüm çardağı belə gözəl. Super bir həyət ev. Qiyməti cəmini içi olsa yaxşıdır. Əziz-əzizlərimiz 320 manata. Doğrudan da çox gözəl bir dəyərli qiymətdir. Qiymətdə də indirim olunacaq. Görürsünüz, çox geniş belə bir pilləkənimiz var. Bax belə bir geniş, rahat pilləkəni var. Maşallah olsun. Hələ saray pilləkəni kimidir. Bahalı meşə materialından istifadə olunubdur. Burada evin altına düşmək üçün kodu var. Yəni bu insan boyundan hündür bir padval var. Bütün evin altı. Əlinə düşən bütün bankadır, nə bilim, bəzi lazımsız əşyaları yığmaq üçün. Bu da burada hamam otağıdır, duş kabinasına qədər. Bir dənə də geniş gözəl qonaq otağımız var. Qonaq otağımızın 4 dənə pəncərəsi var. Yəni evimizin hər tərəfi açıqdır deyə bax görürsünüz. O yüzdür, bu yüzdür. Hamısına yəni öz həyətinə baxırıq. Heç bir qıraq bir həyətə baxmır. Gördüyünüz kimi bax. Buradan da padvala giriş var. Bütün bu da bağa baxır, bu evin arxasına baxır. Bu belə geniş. Şimdi bu mətbəxidir. Mətbəxi tam təchizatdır. Sadəcə mətbəxdə adam olduğu üçün oranı çəkib sizə təqdim eləmirəm. Yuxarıdakı yataq otağı ilə eyni ölçüdədir. Genişdir, rahatdır. Bu da gözəl belə bir həyətimiz. Evimizin bu hissəsindən padvala düşülən hissəni bəxsi nəzə satmışdım. Rahat pilləkənlə gördüyünüz kimi hündürlüyü budur. Bütün evin altı bu hündürlüyündədir. Evimizdə quruq, hər tərəf açıqdır. Evimizin arxasından keçim. Həyətimiz başlayır bu hissədən. Gördüyünüz kimi sağ sol açıqdır. Heç bir həyətə baxış yoxdur.
Evimizdə bütün həyətində meyvə ağacları mövcuddur. Hamısı da barı verən ağaclardır. Bu heyv ağacıdır, nar ağacıdır. Armud ağacı biraz ağımızdan bəzi qurub, o da armuddur, o da armud ağacıdır. Meşə armuduna oxşayır bu. Qoz ağacından tutmuş. Maşallah olsun da çox ağaçlarımız mövcuddur. Bu evimizin bax tərəfindən görünüşəmidir. Bu ağaçları idilmək üçün illər lazım olur insana. Həqiqətən bu gün hazır 15 ilin bağıdır. Və gördüyünüz kimi armud ağacıdır. Deyim bunu ki, yetişib yemək vaxtıdır. Yay alması da armudu üstəm. Xar tutumuzdur. Tam yetişib hazır vəziyyətdə. Yayın keyfini çatmaq olar. Burada toyuqsun saxlaması dam cəldir. Yəni istəsəz toyuq da saxlaya bilərsiniz. Bax belə. Bu üzüm çardağımızdır. Qəşəng sort üzümdür. Üstündə də maşallah var. Ümumiyyətlə 10-15 dənə üzüm koludur. Doğranlıqda indi bu il inşallah gör. Bura necə kölgə olacaq. Buranın bağlı toz torpaq girməsin deyə bura yayda oturmasın. Bisitka deyək də. İki otaqlı evdir. Hazır 2 otaqlı evdir. Hamamı tuvaleti içində. Qoxnası yerində. Hə, buranın müəllim deyir 2 otaqlı evdir. Hamam tualeti hamısı içində hazır. Sadəcə bağlayıblar ki toz torpaq olmasın. İstifadə olunmur deyə uzun müddət. 13 metr, 6 metr yeri. Hə, onun üçün 6-ya 2 otaqlı həyət evi. Saunası, duşavoyu hamısı içində. Aha. Burada da bizim görürsünüz baseynimizdir. Geniş böyük baseynisi var. Harca 30-40 ton belə təxmin olaraq. Ölçülər filtromla təmizlənmə. Bura duşudur, ora parnoydur. Yəni yayğı istifadə edə biləcəyiz. Gözəl bir. Ora duşudur. Gördüyünüz kimi. Duşdur. Bura filtr. Baseyn filtrajasıdır. Bu hissəsi parnoydu, qeyd etdiyim kimi evimizin tam hazır işlək vəziyyətdədir. Bütün hamısı da işlək vəziyyətdədir. Bunlarda qeyd etdiyim kimi baseynin filtronu, su nasosları, filtrləri olan yerdir. Sadəcə istifadə olunmuyor. 320 min manata satışa qoyulan bu evimizin torpağın çıxarışı ilə var. Evimizdəki maşallah olsun rahat, bağlı, baxsaqlı, əziyyət çəkmədən gəlib yaşamağa dəyər həqiqətən. Əlaqə nömrələri xatırladıram. 050 055 662 82 12. Ətraflı məlumat üçün əlaqə saxlayıb bütün məlumatları ala bilərsiniz. Bu da evimizin üz görkəmidir. Belə.